Çində bir adamın inatkarlığı nəticəsində evi yolun ortasında qalıb. Onun niyə belə inat etdiyini biləndə isə təəccüblənəcəksiniz. O, evi üçün verilən milyon dollarlıq təklifi rədd etdi. İndi isə onun evi magistral yolun tam ortasında qalıb. Huang Ping adlı bu şəxs Xianxi vilayətində yaşayırdı. Hökumət onun evini magistral yol üçün sökmək istəyirdi və 1,6 milyon yuan təklif etdilər. Amma o təklif edilən pulun çox az olduğunu düşünürdü və evini satmaqdan imtina etdi. Bu yol hökumət üçün çox əhəmiyyətli idi. Ona görə də evi sökmək əvəzinə yolu onun evinin ətrafından çəkdilər. 2025-ci ilin əvvəlində yol istifadəyə verildi. Və indi o, hər gün maşınların içində səs-küyün və təhlükənin ortasında yaşayır. Ən maraqlısı budur ki, Huang indi qərarına görə çox peşmandır. Çünki o, nə pul ala bildi, nə də rahat yaşaya bilir. Necə deyərlər, it də getdi, ip də getdi. Siz olsaydınız, nə edərdiniz? Verilən pulu qəbul edib gedərdiniz, yoxsa bu risk alardınız?